Yeni il masanıza çox yaraşacaq, qonaqlarınızı təəccübləndirəcək bir ideya verəcəm. Bunu hazırlamaq üçün bizə kolbasa və sosis çeşidi lazım idi. Mən hər birini Halal Nemət Min Bərəkət brendindən seçdim. Çeşidləri boldur və olduqca ləzzətli məhsulları var. Sizə də tövsiyə edirəm. Şaxta baba görüntüsü üçün kolbasa və sosisləri halqavari doğrayırıq. Şaxta babanın bığları və saqqalı üçün isə pendirdən istifadə etdim. Bıçaq vasitəsilə pendirləri göstərdiyim şəkildə kəsirsiniz. İlk etapda biraz qəliz görsənə bilər, amma mən bacardımsa siz də bacara bilərsiniz. Əmin olun nəticəsi buna dəyəcək. Göstərdiyim şəkildə kolbasa, sosis və pendirləri düzürsüz və yavaş-yavaş şaxta babamız formalaşmağa başlayır. Babamızın qırmızı burnu üçün çeri pomidorundan, gözləri üçün mavi gilədən istifadə etdim. Papaqların pambığı üçün və qaşları üçün isə krem pendirdən istifadə etdim. Yanaqlarını vurğulamaq üçün isə sosisdən istifadə etdim. Çox şirin alındı. Qab daha rəngarəng görünsün deyə şaxta babanın kənarlarına istənilən bəzəyi verə bilərsiniz. Sizcə də çox gözəl alınmadı?